Bismillahirrahmanirrahim. O güzel Allah'ımızın salamı, rahmeti ve bereketi üzerinize olsun. Dilinden, dininden, irginden, milletinden asılı olmayarak dünyada büyük nüfuza malik olan, dünyada büyük hürmete malik olan, dünya miqyasında sayılıb seçilən, tanınmış, çoxlu insanlar vardır ki, bunlar müminlerin əmiri Ali aleyhissalam haqqında çox gözəl fikirlər söyləyiblər, çox gözəl sözlər deyiblər, çoxlu məqalalar yazılıb, çoxlu kitablar yazılıb, çap olunub. Bugün sizlərə İmam Ali aleyhissalam haqqında yazılmış olan bir kitabın adını söyləmək istəyirəm. Əlbəttə ki, yaxşı olar ki, bu kitabı oxumayanlar, bu kitabla tanış olmayanlar bu kitabı oxusunlar. Bu kitabın adı belədir: İmam Ali insan ədalətinin səsidir. İmam Ali insan ədalətinin səsidir kitabı 6 cilddən ibarətdir. Bu kitabın müəllifi Xristian bir şəxsdir. Bu Xristian yazar, bu Xristian ədib 1931-ci ildə Livanda dünyaya gəlib. Uzun ömürlü olub, 83 il ömür yaşayıb. Yəni 2014-cü ildə dünyasını dəyişib. Bu yazarın, bu ədibin adı George Jordan'dır. George Jordan əvvəl İmam Ali aleyhissalam haqqında yazdığı bu kitabda 5 cilddən ibarət olub. George Jordan İmam Ali insan ədalətinin səsidir kitabını 5 cilddə buraxıb. Sonra bir cilddə əlavə edib olub 6 cild. George Jordan 6 cildlik bu kitabda, yəni İmam Ali insan ədalətinin səsidir kitabında çalışıb ki, göstərsin ki, Ali aleyhissalam Əmir-əl-Möminin tək müsəlmanlara aid bir şəxs deyil. Ali aleyhissalam bütün bəşəriyyətə aid bir şəxsdir. Bütün bəşəriyyətə yollanılmış bir şəxsdir. Bütün bəşəriyyətə nümunədir. Bax, bu zaman Peyğəmbərimizin sözü, kəlamı adamın yadına düşür. Peyğəmbərimiz necə ki söyləmədi, Ali, sən və mən insanların atasıyıq, insanların atalarıyıq. George Jordan da bu Xristian ədib yazdığı bu 6 cildlik İmam Ali insan ədalətinin səsidir kitabında çalışıb göstərir ki, həqiqətən də Ali tək müsəlmanlara aid bir şəxs deyil. Bütün insanlara nümunə olan bir şəxsdir. Bütün bəşəriyyətə. İmam Ali aleyhissalamın özü yazar burada göstərir ki, İmam Ali aleyhissalamın özü insan ədalətinin səsidir. Görün, nə böyüklükdə bu şəxs, bu yazar, bu Xristian yazar Ali aleyhissalamı insanlara çatdırır. Heyflər olsun ki, adlarını müsəlman qoyub, müsəlman olmayanlar Ali aleyhissalamın yerə göyə sığmayan fəzilətlərini görmürlər və yaxud da ki, özlərini görməməzliyə qoyurlar. İslamda heç bir nüfuzu olmayan, dəyər olmayan, İslam dini üçün heç bir müsbət nəysə etməyən kəsləri isə şirdib dağ başına qoymaq istəyirlər. Peyğəmbərimizdən sonra birinci, ikinci, üçüncü şəxs adlandırırlar. Əgər səhih hədislər varsa, bu səhih hədislərdə söylənilirsə, meşələr qələm, dəryalar mürəkkəb olsa, Ali aleyhissalamın fəzilətlərini yazıb qutarmaq olmaz. Bu özü kifayətdir ki, bilək ki, kimdir Ali aleyhissalam? Bax, Xristian bir ədib bunu görüb, başa düşüb və 6 cildlik kitab yazıb. Və bu kitab hardasa 20-ci əsrdə çap olunub, 50-60-cı illərdə, 1950-60-cı illərdə. Qeyri-müsəlmanlar, hətta ateistlər belə Ali aleyhissalamın haqqında müsbət fikirlər söyləyiblər, məqalələr yazıblar, kitablar çap eləyiblər. Amma adını müsəlman qoyub, müsəlman olmayan bir qrup dinsizlər
Əli əleyhissalamı və bütünlüklə Əhl-i Beyti gözdən salmağa çalışırlar, nüfuzdan salmağa çalışırlar. Amma onlar başa düşmürlər ki, Allah Taala'nın yüksəkliyi heç kim aşağı sala bilməz, indirə bilməz. Allah Taala'nın qiymətləndirdiyin, qiymət verdiyi yüksəkliyin heç kim gözdən sala bilməz, aşağılaya bilməz. Kaş ki, bu kitabı adını müsəlman qoyub, müsəlman olmayan kəslər də oxuyub, ibrət götürsünlər ki, Əhl-i Beytə şər böhtan atmaq olmaz, Əhl-i Beyti gözdən salmaq olmaz, Əli əleyhissalamın fəzilətlərini kölgə altına salmaq olmaz. Allah Taala'nı həmd eləyək öz izzəti cəlalına, həm bu dünyada, həm axirətdə bizləri Əhl-i Beytin şəfaətindən əski etməsin inşallah. Esselamu aleykum və rəhmətullahi və bərəkatuh.